Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarə Edilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən oktyabrın 29-u günün ikinci yarısından Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək. Həmin günlər ərzində küləyin sürətinin 18-23, arabir 25-28, açıq dənizdə isə 30 metr saniyəyədək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 5 metrə çatacağı proqnozlaşdırılır. Hava ilə bağlı xəbərdarlıq Gəmi Hərəkətinin İdarə Edilməsi Mərkəzinin mütəxəssisləri tərəfindən 3 dildə xüsusi rabitə əlaqələri vasitəsilə gəmi sahiblərinə, liman kapitanlarına, liman nəzarət müfəttişlərinə ötürülüb. Eyni zamanda neft-qaz platformalarına aid olan qurumlara da, lövbərdə dayanan hərəkətdə olan gəmilərə də məlumatlar verilib və həmin günlər ərzində mütəxəssislərimiz respublikamızın ərazi sularında hərəkətin bölünmə sistemində və gəmilər idarə olunmasında köməklik göstərəcək və hərəkətin nizamlanmasını təmin edəcəklər və onlar küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaqlar.